layihəsi çərçivəsində növbəti tədbir ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə nəsr olunub. Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə Olimpiya mədəniyyəti və təhsil proqramı çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş İdman festivalı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Nərminə Hüseynova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının idarə heyətinin sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon komitəsinin sədri Leyla Baxşıyeva və 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova iştirak edib. Azərbaycan Respublikasının himni səsləndirildikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər. Tədbirdə çıxış edən Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndəsi Nərminə Hüseynova Ulu Öndər Heydər Əliyevin idmana qayğısından danışıb. Bildirib ki, ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb. Gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir. İdman festivalında iştirak edən şagirdləri hər biri bizim məktəbimizin idman sayəsində uğur qazanmış şagirdləridir. Bildiyimiz kimi Ulu Öndər hər zaman idmançılara və gələcəyimiz olan gənc nəsillərin sağlam ruhda böyümələrinə görə idmana xüsusi diqqət və qayğı göstərmişdir. Bugün də bu ənənə özünü davam etdirir və əlbəttə ki, məktəblərdə belə bir şagirdlərin uğurlarının daha da davamlı olması üçün biz mütəmadi belə bir tədbirlər təşkil edirik. Eyni zamanda OSEP layihəsi bizim məktəbimizdə artıq bir neçə ildir ki, təmsil olunur. Biz OSEP layihəsi çərçivəsində Niderlandı təmsil edirik və Niderland Krallığının Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi Milli Olimpiya Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, məktəblərdə keçirilən OSEP layihəsi artıq şagirdlərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda onların idman sahəsində olduğu kimi elm sahəsində, elm və mədəniyyət sahəsində də bir-biri ilə əməkdaşlığı, münasibətlərinin düzgün qurulmasına köməklik göstərir. Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya mənşəli meydana gətirilib. Bugün 7 nömrəli məktəb tərəfindən təşkil olunan bu gözəl tədbir həyata keçdi. Əsas da bu sahil parkında bu tədbirin həyata keçirilməsi ətrafa da yaxşı deyərdim ki, ab-hava saçdı. Eyni zamanda məktəblərdə gözəl bir əhval-ruhiyyə yaratdı. Eyni zamanda həm idmana sevgini artırdı, həm təhsilə sevgini artırdı. Deyərdim, bu tədbirlərin keçirilməsinin elə ən böyük özəlliyi də ondan ibarətdir ki, təhsil və idmanı bir vəhdətdə təşkil eləmək, bir vəhdətdə göstərmək. Mən inanıram ki, elə bunu göstərməkdə bu günlərim deyərdim ki, buna nail olduq. Bir daha hər birimizə uğurlar arzulayıram. Bu tədbirdə iştirak edən çıxışlarını izlədiyimiz məktəblər oldu. Doğrudan çox sevindirici hal oldu ki, bizim həm belə gözəl idmançı məktəblərimiz, eyni zamanda istedadlı məktəblərimiz var. Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, gimnastika məktəbi və 7 saylı məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Mənim
adım Dəniz Usubalizadədir. Mən 7 nömrəli məktəbdə oxuyuram. Bu festival çox gözəl keçdi. Mən istəyirəm ki, bu festivallar çox keçsin. Mənim çox xoşuma gəldi. Mənim adım Ömər Bayramovdur və 7 nömrəli məktəbin şagirdiyəm. Bu gün burada festival keçirildi və festival çox maraqlı oldu. Ümid edirəm yenə böyük belə bir festivallar inşallah gələcəkdə də keçirilər. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqlı qarşılanıb. Səni düşünürük biz, azadlığa inamıq, xalqa sən bağışladın. Sən elə bir zirvəsən, kürəklər neyləyəcək? Dünənim bugünüm sən, səninlədir gələcək. Bugün 7 nömrəli məktəbdə Olimpiya Mədəniyyəti və Təhsili proqramı çərçivəsində keçirilən tədbir gənclərin idmana marağının artırılması və olimpiya dəyərləri olan dostluq, hörmət və mükəmməliyyət can atmanın aşılanması baxımından olduqca önəmlidir. Biz Azərbaycan Milli Olimpiya Komitəsi olaraq bu cür təşəbbüslərlə məktəblərdə sağlam həyat tərzinin formalaşdırılması, idman mədəniyyətinin və beynəlxalq həmrəyliyin təbliğinə dəstək veririk. Tədbirin sonunda xatirə şəkli çəkilib.